Salam əziz izləyicilər, sizlərlə tarix fənnindən bu sualın izahına baxacağıq. Deməli, 2-ci Mehmetdən sonra hakimiyyətə 2-ci Bəyazid gəlir, 1-ci Səlimdən sonra sual işarəsinin yerində Sultan Süleyman yazılacaq. Sultan Süleyman hakimiyyət illəri 1520-1566-cı illəri əhatə edir. A variantı. Yəni bizdən sual işarəsinin yerində olan, yəni Sultan Süleymanın fəaliyyətinə aid olanı seçmək lazımdır. A variantı. Özünü İslam dünyasının xəlifəsi elan etməsi. Bu, 1-ci Səlimin dövrünə aiddir. 1517-ci ildə Misir Məmlük dövlətinin varlığına son qoyduqdan sonra Osmanlı hökmdarları eyni zamanda İslam dünyasının xəlifəsi hesab olunurdular 1517-ci ildən 1924-cü ilə qədər. B variantı. Venesiyaçılar üzərində parlaq qələbə qazandı. Bu, 2-ci Bəyazidin dövrünə aiddir. C variantına baxaq. Aralıq dənizi və Hind okeanı sahillərində yeni ərazilər ələ keçirilməsi bu Sultan Süleyman dövrünə aiddir. D variantına baxaq. Səfəvi-Osmanlı müharibəsinin növbəti mərhələsinin başlanılması. Siz burada C və D variantlarının arasında qala bilərsiniz, lakin D variantında bizdən mərhələnin başlanmasını istəyir. Yeni mərhələnin başlanması 1578-1590-cı, yəni 2-ci mərhələ dövrünə aid olduğundan bu 3-cü Muradın dövrünə aiddir. Lakin Sultan Süleyman dövründə yeni mərhələ başlamır. 1514-cü ildən başlayan və 1555-ci ildə bitən Amasya sülhü ilə bitən 1-ci mərhələnin içində həmin dövrdə Sultan Süleyman Azərbaycandan yürüş edir. 4 dəfə yürüş edir. Y variantında Osmanlıların Səfəvləri ilk dəfə məğlub etməsi. Osmanlıların Səfəvləri ilk dəfə məğlub etməsi 1514-cü ildə Çaldıran döyüşü ilə baş verir. Sultan 1-ci Səlim Səfəvi hökmdarı Şah İsmayıl Xətaini Çaldıran düzündə məğlub edir, Cənub-Şərqi Anadolu ərazilərini ələ keçirir. Təbriz şəhərini ələ keçirsə də, qızılbaşların müqavimətinə rast gələcəyindən qorxduğu üçün Təbriz şəhərindən geri çəkilmək məcburiyyətində qalır. Burada Sultan Süleymana aid olan düzgün cavab C variantıdır. Aralıq dənizi və Hind okeanı sahillərində yeni ərazilər ələ keçirməsi.